Salam əziz izləyicilər. Bu gün sizin qarşınızda ekzimer lazer əməliyyatlarında, yəni eynəkdən azad olunma əməliyyatında verilən ən çox 3 sualla gəlmişəm. Ekzimer lazer əməliyyatları eynəkdən azad olmaq üçün aparılan əməliyyatlardır. 3 növ hal-hazırda Azərbaycanda icra olunur. PRK, LASIK və SMILE əməliyyatlarıdır. PRK gözün buynuz qişasında ön tərəfinin soyulması, lazerin olunması ilədir. LASIK əməliyyatları loskuta hazırlanır, bir qapaq şəklində qalxır və SMILE əməliyyatları isə 2 mm kəsikdən aparılan bir əməliyyatlardır. Ən çox verilən suallardan birincisi, doktor, neçə yaşında biz bu əməliyyatı eləyə bilərik? Adətən 18 yaşdan yuxarı olan pasientlərə tövsiyə olunur. Bir şərtlə ki, 18 yaşdan kiçik yaşlarda bir neçə dəfə onların müayinəsi aparılsın. Onda 18 yaş olanda artıq biz onu əməliyyat eləyə bilərik. Amma 18 yaşında ilk dəfə gələn pasienti adətən biz 6 ay möhlət veririk. Əgər gözdə hər hansı bir dəyişiklik olub-olmamağını yoxlayırıq. Əgər tam uyğunsa, sonra onu əməliyyat eləyə bilirik. İkinci sual, doktor, mən əməliyyatdan sonra neçə faiz görəcəm? Biz əməliyyat zamanı, əməliyyatdan öncə zamanı yoxlayırıq pasienti. Əgər eynə ilə və korreksiya ilə nə qədər görmə faizi verirsə, əməliyyatdan sonra da həmin görmə faizi olur. Yəni eynə ilə əgər 80% görmə verirsə, artıq biz əməliyyatdan sonra 80 və üstündə olan görməni gözləyirik. Və üçüncüsü, doktor, neçə müddətdən sonra mən işə və ya dərsə qayıda biləcəm? 3 növ əməliyyatdan, birinci növ əməliyyat sayılan PRK əməliyyatından sonra 3-4 gün sonra işə, dərsə qayıtmaq icazəsi veririk. Amma digər əməliyyatlarımızda isə əməliyyatın səhəri günü artıq gəlir xəstə müayinə edirik və oradan da çıxıb öz işinə və ya dərsinə və ya hər hansı bir öz fəaliyyətindən məşğul ola bilər. Çox sağ olun, təşəkkür edirəm və unutmayaq ki, sizin sağlamlığınız bizim məqsədimizdir.